Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Necəsiz? Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz təsviri incəsənət mövzusu, dərs 1-ci sinif, dərs 2 olacaq. Deməli, ətrafımızda xəttin müxtəlifliyi. Ümumiyyətlə uşaqlar, bizdən soruşur, xətt nədir? Xətt incəsənətdə istifadə olunan əsas elementlərdən biridir. Və xətlər daha çox hərəkəti, istiqaməti və formanı təsvir etmək üçün istifadə olunan çizgilərdir deyə bilərik. Deməli, gəlin baxaq. Hansı xətləri tanıyırsınız? Xətlərin ümumiyyətlə bir çox növü var uşaqlar. Bir var ümumiyyətlə düz xətt var. Sonra var əyri xətt mövcuddur. Sonra sınıq xətt var nisbətən. Sonra qarışıq spiralvari xətt olub, spiral formasında. Sonra buruq xəttlər var və sair xəttlərimiz var. Səhralıqda dalğavari xətti görürsünüzmü? Bəli, dalğavari xətti görürük və görürük ki, səhrada daha çox səhrada istifadə olunur elə uşaqlar və dənizdə də dalğavari xəttdən istifadə olunur. Yəni görmək çətin deyil. Təbiətdə xəttlərə daha harada rast gəlmək olar? Dənizdə, dağda, meşədə, ağacların xüsusilə düz xətt üzərində yerləşməsi, heyvanların xüsusilə məsələn ilbizin spiralvari formada hərəkətini demək olar. Yəni daha doğrusu spiralvari xəttlərə malik olduğunu demək olar. İnsanın məsələn qıvrıcıq uşaqlar keçir, oğlan və yaxud qız, onların saçının qıvrıcıq olduğunu görürük və bu qıvrıq xəttə, buruq xəttə aid edilir və s. Aha. Hər yerdə xətt var. Rəsmdə xətlə başlayır. Kağız üzərində müxtəlif xəttlər yaxud çizgilər çəkmək olar. Bəli, bu xəttlər vasitəsilə əlimizi öyrəşdiririk və sonradan hər hansısa bir böyük bir səviyyədə bir rəsm çəkdiyimiz zaman ağlımıza elə xəttlər gəlir. O qırıq və yaxud digər növlü xəttlər. Həmin bu xəttlər vasitəsilə sonradan bir-birlərinə birləşdirərək həqiqətən də çox gözəl əsərlər yaratmaq olur. Deməli, Mənim Anam adlı əsərdir bu, görürük uşaqlar və deməli görürük ki, Səttar Bəhlulzadənin əsəridir. Deməli, burada deyir hansı xəttlərdən istifadə olunur. Birincisi bundan dalğavari xəttlər var. Sonra deməli düz xətt varmı baxaq. Bəli, 1-2 ədəd düz xətt mövcuddur. Sonra görək spiralvari xətt mövcuddurmu? Yaxınlaşdıraq. Spiralvari xətt yoxdur. Sonra qıvırcıq xətt yoxdur. Qırıq xəttləri var. Daha çox düz xəttlər, əyri xəttlər, qırıq xəttlər mövcuddur. Məhz bu portretdə. Yəni əsərdə. Ətrafınızda olan əşyalarda hansı xəttləri görmək olar? Məsələn, uşaqlar, gəlin bir kitaba baxaq. Kitabın ümumiyyətlə forması nədir? Yəni, düz xəttdən təşkil olunur. Amma onun üzərində yazılar artıq bir sıra nüansları ortaya çıxardır. Necə? Şəklin üz qapağında əyri xəttləri, ara sıra bəzək üçün qoyulan deməli, qırıq xəttləri görə bilirik. Sonra üzərində hər hansısa bir xəritə təsvir olunan bir kitab da ola bilər. Burada artıq biz sınıq xəttləri də görə bilirik və s. Məsələn, xəritəni açırıq okeanlarda üzün, yəni məsələn cərəyanların müşahidə edirik. Burada həm qırıq xəttlərdən istifadə olunur, həm də ki sınıq xəttləri görmək olur yenə. Sonra məsələn burulğanı ifadə eləmək üçün buruq xəttdən istifadə olunur uşaqlar. Məsələn, hava proqnozunda görürük ki, burulğanın şəklini falan çəkirlər. Buludlardan istifadə eləmək üçün sınıq və ziqzaq xəttdən istifadə olunur. Və s. belə. Sonra, indi keçid alaq. Bu xətt və çizgiyə. Deməli, gəlin indi xətt və çizgi nədir, onu da deyək. Belə deyək ki, xətt ümumiyyətlə daha geniş bir anlayışdır. Necə? Bir neçə çizginin forması xətt hesab oluna bilər. Məsələn, bir insanın üzünə baxırıq və deyirik ki, ay Allah, onun çox qəşəng üz çizgiləri var.
üz çizgiləri, yəni onun yanağı biraz daha dolğulu ola bilər. Çənəyə tərəf gələn üz hissəsi daha incə, yaxşı çizgilərdən ibarət ola bilər. Bir də deyirik ki, onun çənə xətləri çox qəşəngdir. Yəni artıq çənə xətləri gəldikdə uşaqlar necə olur? Yuxarıdan aşağıya doğru yarım əyri xətt, yarı düz, yarı əyri xəttlə gəlir. Onda biz deyə bilmirik onun çənə çizgisi. Deyirik çənə xəttləri çox gözəldir. Yəni fərq bundan ibarət olmuş oldu. Belə uşaqlar, bu dərsimizi də beləcə yekunlaşdırdıq. Özünüzdən müğayət olun. Gələn dərslərdə görüşərik. Sağ olun, salamat qalın.